Yəni 10 yarım saat danışdığı cümlələri yığsan, bir dənə bu cümlələrimdə necəsən? Bax o cümlə onunla maraqlıdır. Yarım saat danışır. Məna elə bir ki, Samitlər tök azı düşdü qardaş, gəl tınara qoy. Boş-boş da yəni havaya danışır. Boş-boş şeylərdir. Bu nədir danışırsan? Mən ona getdim, maşının karbüratı gəldi, kardanı vurdum. Amma mən maraqlı deyil bu. 2 qadın, 3 qadın otururlar, biz nəyə müzakirə edirlər? Yarım saat. Deyir ki, sizdə qaynanaya nə deyir oğlan yezinə? Bu deyir ki, papa. Qaynatıya, qaynanaya mama, bu deyir xala. Yarım saat olan söhbətə baxın bir dənə. 2024-cü ildə 2 qadın elədiyi söhbətə baxın. İnsanlar süni intellekt dövründədir. Bunlar deyir ki, qaynanaya mama nədir? Adam dənə maması var. Bax, 2 qadının 2024-cü ildə elədiyi söhbət. Qaynanaya nə ad verirsən? Qaynataya nə deyirsən? Yezinə deyirsən, yezinə kimdir? Yezinə həm qohumdur, dayıoğlu deyir. Yəni, bu söhbətə qulaq asmaq mən belə eləyərəm də. Mən bu eşitmək istəmirəm. Mən onun yerinə 30 saniyəlik qısa filmə baxaram.